Salam dostlar, gününüz xeyirli olsun. Bugünlərə sizlərlə birlikdə SASMO 2022-ci il 2-ci sinifin suallarına baxacağıq. Texniki problemlə bağlı olaraq aşağı hissədə bu səfər kamera çəkməyibdi. Daha doğrusu videoları çəkdikdən sonra fikir vermişəm ki, yəni videonun sonunda fikir vermişəm ki, bəs bu hissədə problem yaranıbdı. Bu səbəbdən də sizlərdən üzr istəyirəm. Amma geri qalan hər şey qaydasındadır. Elə isə dərsə başlaya bilərik. Deməli, ilk sualımızda sadə bir hesablama təqdim olunub bizə. Bu hesablamanı yerinə yetirmək lazımdır və burada deməli 19 üstəgəlsin. 19 üstəgəlsin 6, 12, 13, 21, 4, 8 və 17 var. Bu tipli misallarda biz bacardığımız qədər sonları uyğunlaşdırmağa çalışmalıyıq. Yəni daha sürətli hesablaya bilək deyə. Məsələn, sonu 9 ilə sonu 1-i birləşdirmək olar ki, buradan biz 40 ala bilərik. Ardından sonu 2 ilə sonu 8-i qruplaşdırmaq olar. Buradan rahatlıqla 20-ni əldə edə bilərik. Ardından sonu 3 ilə sonu 7 ilə birləşdirib 30 əldə edə bilərik və nəhayət 6 ilə 4-ü birləşdirib nə edə bilərik? 10 əldə edə bilərik. Və gördüyünüz kimi hamısının sonu 0 ilə bitdiyi üçün avtomatik olaraq zaten cavab B idi. Amma toplamaq da lazımdır, çünki bilirsiniz ki, SASMO suallarında əlavə olaraq Y variantı var. Yəni bunu nəzərə almaq lazımdır. 40, 30, 70, 90, 10 birlikdə eləyir nə? 100 cavabımız olur B variantı. Keçək növbəti sualımıza. 2-də deyir ki, aşağıda göstərilən heyvanın düzgün kölgəsini tapın. Deməli, sırayla bunlar çıxmalı suallardır. Yəni tək-tək variantların hamısını yoxlayıb və onların içərisindən çıxartmaq lazımdır. İlk öncə nəyə fikir verəcəm? Yarpaqlarına. Yarpaqlarına fikir verdiyimiz zaman görürük ki, Y variantında yarpaqlar fərqlidir. Və həmçində C variantında da kölgədən fərqli olaraq nədir? Burada əlavə bir də yarpaq var. Bu səbəbdən C və Y variantlarına çıxdıq. Ardından biz baxa bilərik qolunun quruluşuna. Qol içəriyə doğru qatlanıbdır. Hamısında bu formadadır. Amma A variantı gördüyünüz kimi burada belə sallaq formadadır. Bu da getdi. B və D variantlarından isə ayaqlarına görə. Ayaqları açılı formada olduğu halda B variantında istiqamət fərqlidir. Bu səbəbdən də B variantı çıxdı. Cavabımız olur nə? D variantı. Sadə sual idi. Yəni bu çətin sual deyildi. Sual nömrə 3. Aşağıdakı ardıcılıqda növbəti ədədi tapın deyir. Baxaq. 22, 21, 19, 16 deməli əvvəlcə nə edibdi? 1 azalıbdı, ardından 2 azalıbdı, ardından 3 azalıbdı və sonra 4 azalıbdı. Deməli sırada nə edəcək? 5 azalacaq və cavabımız 7 olacaq. C variantıdır burada düzgün cavab. Ardıcıllıq suallardır. Bu suallarda biz demişdik ki, bir-bir bütün ədədlərin hamısını təyin etmək lazımdır ki, hansı ardıcıllıqla dəyişirlər, onu mütləq şəkildə təyin etmək lazımdır. Dördüncü sualda bizə deyir ki, aşağıdakı şəkildə diqqət yetirin, pozanın uzunluğunu tapın. Deməli bizə burada aşağıda xəttkeş təqdim olunubdu. Bu xəttkeşi yaxınlaşdırdığımda fikir versiniz eğer. Görəcəksiniz ki, burada normalda biz hər zaman xəttkeşi 0 nöqtəsindən qoyuruq deyə. Gördüyümüz məsafə ki 14-sə avtomatik 14 götürürük. 13-sə 10-sa avtomatik 10 götürürük. 8-sə avtomatik 8 götürürük. Amma burada gördüyünüz kimi xəttkeş 0 nöqtəsindən yox, 1 nöqtəsindən başlayıbdı. Unutmayın ki, bu tipli misallarda məsafəni təyinləmək üçün sonuncudan birincini çıxmaq lazımdır. Yəni 15-dən 1-i çıxırıq, deməli məsafə 14 cm-dir ki, tək-tək sayısında 14 cm olduğunu görəcəksiniz. Bizim bunu normalda eləməməyimizin səbəbi 0 nöqtəsini qoyduğumuza görə 15-ə tuş gələn bir şey, 15-dən zaten 0-ı çıxanda yenə 15 verdiyi üçün bunu eləməyə ehtiyac olmur. Amma məsələn, tutaq ki 4-dən qoysalar 15-dən 4-ü çıxacaqsınız, 7-dən qoysalar həmçinin sonuncu nöqtədən birinci nöqtəni eləmək lazımdır, mütləq şəkildə çıxmaq lazımdır. Bunu yaxından gördüyümüzə görə indi sualın özünə keçək. Sualın özündə bizə deyilir ki, bəs burada steplerlər verilib, steplerin birinin uzunluğunu təyin edək. 1-də başlayıb 15 steplerdir. Deməli bir dənəsi 14 cm-dir və burada 3 stepler var. 3 stepler birlikdə eləyir neçə? 42 cm. Və 42 cm 3-ü birlikdədir. Burada isə 1, 2, 3, 4, 5, 6, 7. Yəni bu məsafə toplamda 42 cm-dir. 3 stepler yanaşı dayanıbdır deyə. Və bu 42 cm içərisində 7 dənə pozan var, düzdürmü? 1, 2, 3, 4, 5, 6 və 7 pozan var. Deməli mən 42-ni bölsəm 7-yə hərəsində nə qədər düşəcək? 6 cm düşmüş olacaq. Yəni cavabımız olacaq nə? D variantı. Sadə sualdır, çətin sual deyil, sadəcə məsafə məsələlərində diqqətli olmaq lazım. Yəni sonuncudan birincinin çıxmaq söhbətinə görə. Stacey eyni kublardan istifadə edib bir piramida düzəltdi. Piramida aşağıda müxtəlif bucaqlardan göstərilmişdir. Stacey bütün piramidanın narıncı rəngə boyadı. Neçə kubun tam 2 tərəfi deyir burada. Tam 2 tərəfi dediyinə görə diqqətlə baxdığımız zaman piramidada aşağılar rənglənibdir deyə. Məsələn, bunun ola bilsin ki, fikir şəkli verim yuxarısı ilə önü. Amma onun altı da rənglənibdir axı. Ona görə biz nə edəcəyik? Bunları götürməyəcəyik, bu tipli olanları.
Məsələn, tindəkləri götürə bilmərik. Gördüyünüz kimi 1, 2, 3 tərəfi, yuxarıdakı ümumiyyətlə 5 tərəfi də əylənibdir. Burada sadəcə budur ki, üstü və önü, çünki bunun altı digər kublarla doludur deyə ora rənglənə bilmir. Amma digərlərinin altı boşdur deyə görürsüz, altı da rənglənə bilir digərlərinin. Həmçinin deməli bunları fərqli rənglə göstərməli olsaq, bu kub, bu və bu. Sadəcə bu dörtlüdür ki, bu dörtlünün sadəcə üstü və önü rənglənibdir. Başqa bir tərəfi rənglənməyibdir və bizə tam iki tərəf dediyinə görə, ən az iki tərəf, ən az üç tərəf məsələsi deyil. Tam iki tərəf dediyinə görə sadəcə cavabımız olur nə? 4 olmuş olur ki, cavabımız olur A variantı. Keçək digər suala. Deyirik 1-dən 20-yə qədər bütün tam ədədləri sayır. Liza oradakı bütün tək ədədləri seçir və onları toplayır. Ayşə isə bütün cüt ədədləri seçir və onları toplar. Ayşə ilə Lizanın toplama nəticəsində aldıqları ədəd arasındakı fərqi tapın. Bunun üçün sizə kiçik bir nümunə göstərə bilərəm. Yəni bu ardıcıllığı necə yerinə etdiyini, bu sual tipi necə yerinə etdiyi ilə bağlı. 1-dən 10-a qədər mən ədədləri sırayla yazsam. 1, 3, 5, 7, 9. Təkləri burada yazıram, cütləri də onların altından yazıram. Fikir versək, sadəcə 1-dən 10-a qədər getməklə hər təkdən sonra gələn cüt ondan bir vahid artıqdır. Hər biri bu ardıcılıqla davam edir. Hər biri bir vahid artıqdır. Yəni toplamda 5 vahid fərq yaranmış olur. Yəni 1-dən 10-a qədər 5 tək 5 cüt olduğuna görə hər birində də bir vahid fərqləndiklərinə görə nə olmuş olur? Ümumilikdə 5 vahid fərq olursa, bu 1-dən 20-yə qədər olanda nə qədər olacaq? Təbii olaraq 1-dən 20-yə qədər 10 ədəd tək var, 10 ədəd də cüt var. Və hər bir cüt toplamda bir vahid fərqləndiyinə görə 10 dənəsi 10 vahid fərqlənəcək. Yəni avtomatik olaraq biz cütlərdən təklərin sayını çıxdığımızda cavabımız nə olacaq? 10 olmuş olacaq. Bu 60-a qədər desəydi 30 tək, 30 cüt. Bu zaman 30 olacaq idi. 40-a qədər desəydi 40 tək, 20 tək, 20 cüt. Bu zaman nə olacaqdı? 20 olmuş olacaqdı. Burada cavabımız olur C variantı və keçirik biz növbəti suala. Mağaza hər gün saat 8:45-də açılır və axşam 5:35-də bağlanır. Qəlyanaltı fazisəsində səhər saat 11:55-dən günorta 12:45-ə qədər bağlı olur. Mağazada hər gün nə qədər müddət açıq olur? Mağaza hər gün nə qədər müddət açıq olur? Tamam, okey. Birinci ümumilikdə nə qədər işləyir onu tapaq. Səhər saat 8:45-də açılır və axşam saat 5:35-də bağlanır. Deməli avtomatik olaraq biz bunu nə edəcəyik? 17:35 edəcəyik. Öz saatımıza çeviririk rahat hesablamamız üçün. Saat 8:45-də açılır, 17:35-də bağlanır. Deməli 17:35-dən çıxacaq 8:45-i. Biz gördüyünüz kimi çıxa bilmirik. Çıxa bilməyimiz zaman nə edirdik? Bundan bir dənəsini ona verirdik. Buradan bir dənəsini ona verəndə, yəni 1 saatı dəqiqəyə çevirmiş oluq ki, bura plus 60 gəlir. Sadəcə 60 yox ha, üstə gəl 60. 60 ilə 35 ikisi birlikdə eləyirlər 95 və 95-dən biz 45 çıxdığımızda aldıq nə? 50. Və bu bir dənəsini verdiyinə görə burada hazırda 16 qalıbdı. 16-dan 8 çıxanda olur nə? 8. 8 saat 50 dəqiqə normalda açıq olur. Amma bu 8 saat 50 dəqiqənin içərisində nə var? Nahar da var, düzdürmü? Qəlyanaltı fasiləsində səhər saat 11-dən belə. Deməli biz o zaman nə edirik? 12:45-dən çıxırıq 11:55-i. Görək bunlar nə qədər müddət qəlyanaltı fasiləsində olurlar və çıxdığımız zaman buradan nə edirik? Yenə də 45-dən 55 çıxa bilmirik deyə buradan ora 1 saat ötürdük və bu onlara 60 verdi. 105-dən 55 çıxanda qaldı burada nə? 50. 11-dən də 11-i çıxanda qaldı 0. 50 dəqiqədə buradan da deməli. Deməli biz 8:50-dən də həmin ki o fasiləyə ayrılan 50 dəqiqəyə çıxanda tam olaraq 8 saat bu market işlənmiş olur. Deməli bu tipli suallarda nə edirsiniz? Ümumi nə qədər açıq olduğunu tapırıq. Ardından isə ortadakı fasilələri çıxmamız kifayət edir. 8 saat açıqdır və bizim bunun dəqiqəyə çevirməmizi istəyirsə 8 saat vururuq 60-a və cavabımız olur nə? 480 dəqiqə, yəni B variantı olmuş olur. Keçək növbəti sualımıza. Adrianın 12 cm və 30 cm uzunluğunda iki lenti var. O hər bir lenti bərabər uzunluqlu qısa parçalara ayırır. Hər iki lentdən kəsilmiş parçaların uzunluqları eynidir. Kəsilmiş qısa parçaların ən böyük uzunluğu nə qədərdir deyir. Əgər onların uzunluqları eynidirsə, deməli 12 ilə 30-un ikisini də hər ikisini ortaq bir ədədə bölməliyik. 12 ilə 30-un hər ikisini eləyə bilərik? 1 bölə bilərik. 2 bölə bilərik. 3 bölə bilərik. 4
bölə bilmərik. Çünki bunu bölə bilirik, amma bunu bölə bilmirik. Çünki 34-ə bölünmür. 5 bölə bilir, bunu bölə bilirik, amma bunu bölə bilmərik. Bu şəkildə baxdığımız zaman dərhal ağlımıza ilk ədəd hansı gəlir uşaqlar? 6 gəlir ki, ən böyük bunların içərisində nədir? Bu sadalaqların içərisində ən böyük 6 ola bilər ki, onlar 6 bölünə bilirlər. Və bizə deyir ki, kəsilmiş bu qısa parçanın ən böyük uzunluğu nə qədərdir? 6 sm olmuş olur və fikir versə cavablarda 6 sm yoxdur. Cavabımız olacaq nə? Y variantı. Belə, keçək digər suala. 9. Aşağıdakı nümunədə çatışmayan fiquru tapın. Yenə bu ardıcıllıqlar bölməsindəndir. Ardıcıllıqlar bölməsi sadəcə rəqəmlərdən ibarət olmur. Bəzən gördüyünüz kimi bu şəkil tiplərində də verir ki, burada əsas məsələ bir öncəki ilə əlaqə yaratmaqdır. Bu iki şəklə mən diqqətlə baxdığım zaman görürəm ki, burada əlaqə yaratmağa çalışıram. Məsələn, əvvəlcə fiqurların cəminə baxa bilərəm, fiqurların tipinə baxa bilərəm. Ola bilsin ki, bu fiqurların cəmləri bərabər ola bilər. Ola bilər ki, bir sonrakilər arasında bir fərq ola bilər. Amma daha çox diqqətimi çəkən nədir? Bunun içərisindəki 5 bucaqlı bunun çölündə olub. Bunun içərisindəki aşağıya doğru baxan 5 bucaqlı bunun çölündə olub. Bunun içərisində aşağıya doğru baxan U formalı fiqur bunun çölündə olub. Deməli, bir öncəki fiqurun içərisi bir sonrakının çölü olur. İçəri bir sonra çöl olur. İçəridəki bir sonra çöl olursa, deməli bunun içərisindəki bir sonrakının çölü olacaq. Həmçində bunun çölündəki də deməli, bunun bir əvvəl içərisində olubdu. Bir əvvəl içərisində möhtəşəm şəkil qabiliyyətimlə bir əvvəlkən deməli içərisində olubdu ki, sonra çölə çıxıbdı. Aydın oldu mu? Deməli, düz bucaqlı içərisində 6 bucaq götürməliyik ki, cavabımız olur nə? B variantı. Bu da həqiqətən də burada gördüyüm, yəni Sasmoya məxsus olan suallardan biri. Yəni bu tipli sualları daha öncə bir yerlərdə görməmiş. Yəni 2022-ci ildə söhbət gedir təbii ki. 2022-ci il dövründə bu sual Sasmo ilə gəlmişdi. Deyir ki, aşağıdakı cədvəldə Tomun yanvar ayının ilk bir neçə günündə topladığı stikerlərin sayı göstərilir. Bu nümunəyə əsasən stiker toplayıb. Tom yanvar ayının ilk 10 günündə neçə stiker toplayıb? Tamam. Yanvar ayında bir dənə, ardından yenə 1, ardından 2, ardından 3, ardından 5. Biz görürük ki, burada müəyyən bir ardıcıllıq var. Bu ardıcıllığa diqqət yetirdiyimizdə bir şeyin şahidi oluruq uşaqlar. O da nə? Bir öncəkilərlə toplam. Birinci gün 1 idi. Ayın ikisi yenə 1-dir. Ayın 3-ü 2 oldu. Ayın 4-ü 3 oldu. Yəni, əvvəl heç nə yox idi, 1 gəldi. Sonra 1 ilə 1-in cəmi 2-ni verdi. 1 ilə 2-nin cəmi 3-ü verdi. 2 ilə 3-ün cəmi 5-i verdi. Deməli, bir növbəti nə olacaq? 3 ilə 5-in cəmi olacaq 8. Bu şəkildə hər bir gün özündən əvvəlki 2 günün nə eləmiş olacaq? Cəminə bərabər olmuş olacaq. Belə olan halda ayın 6-sı, 7-si, 8-i, 9-u və 10-u sırayla yazırıqsa 4-ü ilə 5-ində yazaq ki, burada görmək üçün. Deməli, 4-ündə 3-dür, 5-ində nədir? 4-ündə 3-dür, 5-ində 5-dir. 6-sında olacaq nə? 8. 7-sində olacaq 8 ilə 5-in cəmi 13. 8-ində olacaq bu ikisinin cəmi 21. 9-unda olacaq bu ikisinin cəmi 34 və 10-da olacaq bu ikisinin cəmi 55. Yəni B variantı olmuş olacaq. Bu şəkildə ardıcıl formada nə edir? Arta gedir. Hər bir gün özündən öncəki 2 günün cəminə bərabər olmuş olur. 11-də deyir ki, 5 uşaq Anna, Bridget, Carol, Derek və Elizabeth bir sıraya düzülüblər. Carol, Derek və Elizabethin qabağında dayanır. Bridget Elizabethin arxasındadır. Yəni bu sıralama suallardır. Bu sıralama suallarında əgər yuxarı-aşağı məsələ olsa bu formada, ön arxadırsa bu formada nə edirsiniz? Baxırsınız. Anna, Bridget, Carol və Elizabeth bir sıraya düzülür. Carol, Derek və Elizabethin qabağında dayanır. Deməli, Carol, Derek və Elizabethin önündədir. Bridget Elizabethin arxasındadır. Deməli, o Bridget Elizabethin arxasındadır. Anna Bridget'in qabağında dayanıb. Anna Bridget'in önündədir. Amma bunlardan öndə olub olmadığını bilmədiyimə görə onlarla hələ ki eyni yerdə yazdım. Derek ise Elizabethin qabağındadır. Deməli, Derek buradan çıxdı, gəldi nə? Elizabethin qabağına. Gəldi bura. Sırada ən axırıncı dayanan kimdir? Elə Bridget'dir. Aydın oldu mu?
Cavabımız olacaq nə? B variantı. 12. İkinci sinif otağındakı partalar tek cərgələr şəklində düzülüb, hər cərgədə eyni sayda parta var. Robert öndən 3-cü, arxadan isə 5-ci cərgədə olan partada oturur. Tamam. Öndən 3-cü, 1, 2, deməli 3-cü Robertdir. Arxadan isə 5-ci. Arxadan 5-ci o deməkdir ki, bundan sonra 4 nəfər də var. Deməli 3-dür bu. 4, 5, 6, 7. Gördüyünüz ki, bundan sonra 4 nəfər olmalıdır ki, arxadan səndə 1, 2, 3, 4, 5-ci olsun Robert. Arxadan isə 5-ci cərgədə olan partada oturur. O öz cərgəsində ortada oturur və onun sol tərəfində 4 parta var. Bu o deməkdir ki, yəni əgər bu ortadadırsa öz cərgəsində, onun solunda 4 varsa, sağında da 4 var deməkdir, tamam mı? 4 orada, 4 burada, 8, 1 də özünkü. 9 dənə bu şəkildə 9 dənə cərgə var. Bu şəkildə neçə dənədir? Elə olduğu sayı qədər 1, 2, 3, 4, 5, 6, 7 dənə beləsinə var. 7 dənə belə var. Deməli 9 vurulsun 7. Burada tam olaraq 63 parta var. Cavabımız olacaq nə? D variantı. Kamera düzdür üstün bağlamışdı variantlarını, amma ümidvaram ki rahat gördünüz. 13. Nümunəyə diqqət yetirin, çatışma ədəd hansıdır? Bu tipli suallarda biz şəklin formasına diqqət etməliyik. Çünki şəklin forması bizə bir çox şey deyir. Məsələn, görürəm ki, bu 2 ədəd aşağıda, bu isə yuxarıda. Deməli, mən bu ikisini hesablayıb bunu almalıyam. Bir çox yolla ala bilərsiniz. 6-nı 4-ə vurarsınız, 24. Üstünə cəmlərinin bir vahidi artığını gəlib ala bilərsiniz. Burada da işə yarayır mı? Yarayır. 6-yı 7-yə vurarsan 42, cəmi neçə eləyər? 13. 42 ilə 13 toplayanda 55 və üstünə 1 gələndə 56. Burada da eyni qaydada olur. Yəni 6 vur 4, üstə gəl, 6 üstə gəl, 4 üstə gəl, 1 formasına da gedə bilərsiniz. də ən yaxşısı nədir? Üstə gəl 1, üstə gəl 1, 7 vur 5, 35. Üstə gəl 1, üstə gəl 1, 7 vur 8, 56. Üstə gəl 1, üstə gəl 1, 3 vur 5, 15. Üstə gəl 1, üstə gəl 1, 6 vur olsun 9, bu da edir neçə? 54 və cavabımız olur nə? D variantı olmuş olur. Növbət suala baxaq. 2022 ilə maraqlı ildir, çünki yalnız 2 və 0 rəqəmlərdən ibarətdir. Növbəti maraqlı il neçə il sonra olacaq? Deməli, ilkin növbədə 2022-dən sonra növbəti maraqlı il yenə də bunlardan ibarət olmaq şərti ilə hansı olar? İlk ağlımıza gələn 2200 ola bilər. Sadəcə 2 və 0 rəqəmlərindən ibarət olacaq deyirsə bizə. Bir növbəti çünki artıq yüzlüklər gəlir və ən tez 2200 gələ bilər. Neçə il sonra, növbəti maraqlı neçə il sonra gələcək deyirsə, 2200-dən nə edirik? Çıxırıq 2022-ni, burada alırıq 8-i, burada alırıq 7-ni və burada alırıq nəyi? 178 il sonra gələcək. Bu sualda bir çoxu cavabı 180 götürür. 180 götürməyin də səbəbi nədir? Çünki 2202 kimi düşünürlər. 2022-ni çıxırlar. Nədir? Burada 1-0, burada 3 dənə 2 oldu, ona görə elə düşünürlər və cavablarda da 180 var və bu çaşdırmaq üçündür uşaqlar. Cavabımız olacaq nə? E variantı. 178 il sonra olmalıdır bu növbəti ilimiz. Çünki bizə deməyib bir dənə 2 olsun, 2 də 2 olsun. Deyir ki, sadəcə 2 və 0 rəqəmlərindən və because it contains only negative values. Yəni yuxarıda da eyni şəkildə deyir ki, yəni sadəcə 2 və 0-dan ibarətdir deyir. 15-ci suala baxırıq. Deməli, burada bizə deyir ki, əgər Audrey öz pulunun yarısını B-nə versə, B-nin Audrey'nin pulundan 2 dəfə çox pulu olacaq. Əgər B öz pulunun 3də birini Audrey verirsə, Audrey'nin 77 dollar olacaq. İkili təlini yaradaq. Audrey öz pulunun yarısını B-nə versə. Tutaq ki, Audrey'nin olsun, əgər yarısını verəcəksə, 2 dəfə çox, B öz pulunun 3də birini Audrey'ə verəcəksə. Bu sözləri görmüşüksə, birində yarısını, birində 3də birini verəcəksə, o zaman mən bacardığım qədər elə rəqəmlər götürərəm ki, məndən də rahat olsun. X-la, Y-lə işləmərəm bu tipli misalları. Nə edərəm? Bax, Audrey öz pulunun yarısını B-nə verəcəksə, gəlin biz burada bunu X yox, 2X deyək. B öz pulunun 3də birini Audrey'ə verəcəksə, gəlin biz orada 3X deyək, 3Y deyək. Audrey'nin pulu olsun 2X.
B-nin pulu da olsun 3Y. Çünki bölünəndə daha rahat işləməyimiz üçün əvvəlcədən biz o zəmini yaratmalıyıq ki, misallarda sıxıntı yaşamayaq. İndi deyir ki, B-nin Audrey'nin pulundan 2 dəfə çox pulu olacaq. Əgər Audrey öz pulunun yarısını B-nə versə. Deməli, əgər Audrey öz pulunun yarısını B-nə versə, B-nin Audrey'nin pulundan 2 dəfə çox pulu olacaq. Deməli, bu bərabər olacaq nəyə? 2x-a. Gördünüzmü? Məsələn, bunu burada belə yazsam əgər, buraya yazıram Audrey, burada yazıram Ben. Normalda Audrey'nin pulu nədir? 2x-dir. B-ninki nədir? 3y-dir. Bu pulunun yarısı ona versə nə olmuş olacaq? 3y üstə gəl x. Bunda isə x qalacaq və deyir ki, B-nin pulu Audrey'nin pulundan 2 dəfə çox olacaqsa, bunların bir-birinə bərabər olmaq üçün bunu nə etmək lazımdır? 2-yə vurmaq lazımdır. Bax, beləcə qaldı burada. Ardından deyir ki, əgər Ben öz pulunun 3/1-ni Audrey'ə versə, Ben öz pulunun 3/1-ni Audrey'ə versə, o zaman 3/1 bunun zaten nədir? Y. Özündə 2y qalacaq. Ona 1y-ni verəcək. Və Audrey'nin özündə də 2x var idi. Belə olan halda isə Audrey'ə versə, Audrey'nin 77 dolları Audrey'ə versə, əgər Ben öz pulunun 3/1-ni Audrey'ə versə, Audrey'nin 77 dolları olacaq. Deməli, bunların ikisi birlikdə nəyə bərabərdir? 77 dollara. 2x üstə gəlsin, y bərabərsə 77 dollara. İndi biz gerisini hesablayaq. Bunları birlikdə yazdığımızda bu pulları istəsək gətirib birbaşa yerinə pul kimi də qoya bilərik. Yəni mən bilirəm axı 2x bərabərdir 3y üstə gəlsin x-ə bərabər olduğunu bilirəm də. Yəni bu şəkildə istəsəm gətirib yerinə də qoya bilərəm və ya nə edərəm? Bunların hamısını sola keçirdiyimdə 2x xy alaram. O sizi birazcıq incidə bilər. Onun üçün nə edərəm? Elə ancaq bunun özündən istifadə etsəm də x-i bu tərəfə getirsəm yeni taparım. Deməli, 2x üstə gəlsin y bərabərcə 77. Y nəyə bərabərdir? 77 çıxılsın 2x. Bax, bu y-i gətirib burada yerinə qoyacağım. Bax, burada. Bunların bərabər olduğunu bilirəm axı. 2x bərabərdir nəyə? 3y üstə gəlsin x-a. Y-in yerinə gətirib nə edəcəm? Buradakı 77-ni qoyaram. 77 çıx 2x qoyuruq. Olur nə? 2x bərabər olur. 3 vurulsun. 77 çıxılsın 2x. Üstə gəlsin nə? X. Ardından bu misalı həll edib cavabı tapa bilərik. Yəni, buradan da indi digər bir formasını göstərəcəm sizə. 2x, 6x. Deməli, burada yaranır nə? Olur 2x bərabərdir. 3 vurulsun 77. Biz buradan alırıq nə? 210, 21, 231 çıxılsın 6x üstə gəlsin x. X-lərin hamısını bu bir tərəfə keçirəndə olur 2x. Bu 6x bərabərdən digər tərəfə keçirsə olur üstə gəl 6x. Bu üstə gəl x o bir tərəfə keçirsə olur çıxılsın x bərabərdir 231-ə. Və hamısı birlikdə 7x bərabər olur 231 və 7x-i da 231-i də 7-yə böləndə alınır 231. Aha, 33 verəcək onda da. 7 3 dəfə 21 eyni şəkildə 33 verəcək. X bərabər olur nəyə? 231 bölünsün 7, yəni 33-ə bərabər olmuş olur. İndi biz buradan deməli cavabı tapdıq 33. Deyir ki, Audrey'nin əvvəlcə nə qədər pulu var idi? Audrey'nin pulu 33 deyildi, bunun 2 qatı idi. 2 vur 33 idi. Yəni 66 dollar pulu var imiş. Bunu biz buradan gördük. Yəni cavabı belə tapa bildik. Amma gördüyünüz kimi çox qarışıq təhlillər oldu. Yəni uşaqlar üçün düşünürəm ki, ikinci sinif uşaqlar üçün biraz sıxıntı yarada bilər. Bəs biz burada nə edə bilərik? Bu tipli misallarda eləməli olduğumuz nədir? Variantla işləmək. Məsələn, Audrey öz pulunun yarısını B-nə verəcəksə, pulunun yarısını B-nə verə bilirsə, 11-in yarısını verə bilməz. 33-ün yarısını verə bilməz. Deməli 22 ilə ancaq 66 ola bilər. Birinci 22-dən baxırıq. Audrey öz pulunun yarısını B-nə versə, yəni 22 dollarını B-nə versə, o zaman Audrey'nin özündə qalacaq nə qədər? 11. Gərək B-nin pulu 2 dəfə çox pul olacaqsa, o zaman Audrey'nin 22 dolları var idisə, B-ndə nə qədərdir bilmirəm. Amma bilirəm ki, Ben ona yarısını verəndə, Audrey yarısını verəndə Audrey'də 11 qalır.
B-nin o dirin puluna 2 dəfə çox pul olması üçün deməli B-nin özündə də 11 olmalıymış ki. Buna biz 11-ni verəndə bunda 22 olurdu. Və 11 22 birlikdə həqiqətən 2 dəfə çox olur. Amma absurd olan bir şey var da bilsin nədir? Əgər B-ni o dirinə versəysə, onda o dirində 22 idi. B-də 11 imiş ki. Bu özünkünün 11'ini ona verdi. Özündə qaldı 11. Bunda 22 oldu. Deyirək 2 dəfə çox olacaq. Amma B nodrinə verəndə isə 33 dollar olacaq. 77 yox. Deməli bizim ağlımıza onun üçün nə etməliyik? Avtomatik D-ni götürüb yoxlamalıyıq və D-ni götürüb həqiqətən yoxlayanda görürük ki, B-nin pulu Odrinin pulu, B-nin pulu, əgər Odrinin 66 dolları varsa, Odri öz pulunun yarısını B-nə verəndə görək nə olur? Yarısını B-nə verəndə deməli B-nin özünə də 33 dollar var imiş ki. Bu da ona 33 verəndə deməli ikisi birlikdə nə edirlər? Eləyir bunun pulu 66 və bizim pulumuzdan 2 dəfə çox olur. Yox, B Odrinə öz pulunun 3/1-ni verəndə, yəni 33-ün 3/1-i, yəni 11-i verəndə bizim nə qədər pulumuz olur? 66 üstə gəlsin 11. Yəni 77 dollarımız olur. Həqiqətən də ödəyir. Yəni bu tipli misalları nə belə olar? Variantlarla da yerinə qoyub hesaplamaq olar. Davam. 16-cı suala gələk. Hər deməli ulduz bizə deyir ki, hər ulduz 3 stiker deməkdir. Aşağıdakı şəkildə qrafikdə 4 uşağın topladığı stikerlərin sayı göstərilibdir. Onların hamısının birlikdə neçə stikeri var? Əvvəz deməli mən ümumi sayı taparam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə var. Və hərəsi də 3 dənə stikerdirsə cavabımız olacaq nə? 45. Bu tipli suallarda sayıb cavabı qaçıb 15 yazmayın uşaqlar. Aşağıda fikir verin, görün sizdən nə istəyir, nə deyir sizə. Yəni sual sadədirsə bilin ki, nəsə orada bir gizli bir şey var, görmək lazımdır. Bunun aşağıda bir şey yoxdur ki, yox. Birbaşa elə bunun özüdür. Aşağıdakı fiqurda neçə üçbucaq var? Deməli, aşağıdakı fiqurda 1, 2, 3, 4, 5, 6 dənə təkli üçbucaq var. Bax, təkli üçbucaqların sayı oldu nə? 1, 2, 3, 4, 5, 6 dənə. Ardından baxaram nəyə? İkili üçbucaq. İkili üçbucaqlar deyiləndə nə nəzərdə tutulur? İki fiqurdan birləşməsində əmələ gələn. Məsələn, bu. Fikir versə, bax, iki fiqurdan birləşib. Bu, 1, 2, 3, 4. 4 dənə bu şəkildə fiqurumuz var. Deməli, ikili olduğuna qədər 4 dənə. Ardından üçlü bax bunlardır. 1, 2, 3 fiqurdan əmələ gəlib. Görürsünüzmü? Biri budur, biri də bunun qarşısındakı. Gördünüzmü? Bunun qarşısındakı. Bir də bunlar var. Üçlü deməli oldu. 2 dənə, bir dənə var, bütöv. Bütöv də bir dənə özüdür. Bir dənə. Deməli, 1, 2, 3, 4, 7, 6 hamısı birlikdə edirlər neçə? 13 üçbucaq olmuş olur bizim sualımızın cavabı. Keçək bir sonraki sualımıza. On 18-də deyir ki, bəs aşağıdakı bərabərlikdə üçbucağın yerinə hansı ədəd olmalıdır? Deməli, diqqətlə baxaq. Burada vurub üstünə 12 gəlib 3 6. Sadəcə sol tərəfdə var, düzdürmü? Sağ tərəfdə heç bir sıxıntı yoxdur ki. O zaman biz baxaraq ki, 3-ü 6-ya vuranda edir 18. 36 ilə də 18-in birlikdə cəmimizdə neçəni verir? Verir 54-ü. Düzdürmü? O 54-dən zaten 12-si buradadır. Biz buna bir x kimi baxsaq, 6 vurulsun, x üstə gəlsin 12 bərabərdirsə 54-ə. Deməli 6x nəyə bərabərdir? 54 çıxılsın 12-yə. Bu da bizə verir neçəni? 42-ni. Deməli 6x 42-dirsə, yəni 6 neçəyə vurub ki 42 alıb? Avtomatik olaraq x-imiz olur nə? 7. Aşağıda verilmiş rəqəmlərdən ən kiçik 4 rəqəmli tək ədədi düzəldin. Hər rəqəm ən çox bir dəfə istifadə oluna bilər. Ən kiçik 4 rəqəmli tək ədəd dediyinə görə son tərəf tək ən arxa tək olmaq məcburiyyətindədir və ən kiçik istənilirsə bizdən buradakı ən kiçik rəqəmimiz 4-dür. Deməli bizim ədədimizin birinci rəqəm olacaq 4. Ardından ən kiçik dediyinə görə sırayla düzəldəcəm. 5-i qoyacam. Normalda 7 və 9-u qoyacam.
Bu şəkildə 4, 5, 7, 9. Çünki sona doğru nə qədər kiçikləri düşsək, sona doğru nə qədər böyüklər düşsək, ədəd o qədər kiçilmiş olur da. Ən böyük rəqəmləri arxaya yazacam, ən kiçiklərini inəcəm, ön hissəyə yazacam ki, ən kiçik ədədi burada düzəltmiş olum. 4 rəqəm tək ədəcək, hər rəqəm üçün bir dəfə. Cavabımız olacaq nə? 4579. Tam tərsi deyəndə isə böyükləri irəliyə doğru düzürük. Hazel'in 12 yıl sonra yaşı indiki yaşının 3 misli qədər olacaq. Hazel'in 18 yaşı olanda, onda anası ondan 3 dəfə böyük olacaq. İndi anasının neçə yaşı var? Hazel'in 12 yıl sonra yaşı indiki yaşının 3 misli qədər olacaq. İndiki yaşını bilmirəm. Amma bunun üstünə 12 gələndə indiki yaşının 3 qatı olursa, bu deməkdir ki, x üstə gələn 12 bərabərdir 3 qatına. Belə olan halda avtomatik olaraq x-ları bir tərəfə keçiririk. Bu x-i bu bir tərəfə keçirəndə olur nə? 3x çıxılsın x olur. Buraya isə 12 olur. Bərabərliyi yerini dəyişəndə həmişə yadınızda saxlayın ki, işarəsi dəyişir. Burada normalda heç nə yox idi. Sonra keçəndə minus olur. 3x-dan x-i çıxanda sağ tərəfdə edir 3x çıx x, yəni 2x. Sol tərəfdə də 12-dir. 12 2x-sa deməli x nəyə bərabərdir? Nəyisə 2-yə vuranda 12 deyib də. Bu da 6 deməkdir. Deməli Hazel'ın bu dəqiqə neçə yaşı var? 6. 12 il sonra həqiqətən 18 yaş olur və indiki yaşının 3 qatı qədər olur. 6 vur 3-də 18 edirək. Hazel'ın 18 yaşı olanda anası ondan 3 dəfə böyük olacaq. Hazel'ın 18 yaşı olanda anası ondan 3 dəfə böyük olacaqsa, o vaxtı anası bundan 3 dəfə böyük olacaqsa, anasının deməli neçə yaşı var? 54 yaş olacaq. Onun 18 yaşı olanda. Düzdürmü? Bəs indi bir dəqiqə anasının neçə yaşı var? Hazel'in hələ 6 yaşı var. Hazel'in 18 yaşı olması üçün 12 il var hələ. Yəni Hazel'in yaşı 12 il sonra 18 olacaq. Anasının da 12 il sonra 54 yaşı olacaqsa, deməli hazırda neçə yaşı var? 54-də 12 çıxarıq. Deməli anasının hazırda 42 yaşı olmuş olacaq. Düzgün cavab olacaq nə? 42. Keçək növbəti suala. Cənab Lee şənbə günü cümə günü satdığından 27 karipaf. Tamam, buradakı sual elə. Karipaf yağlı kökə çox satdı. O bazar günü cümə günündekindən 14 karipaf az satdı. Əgər cənab Lee bugün 3 gün ərzində 4 gün. Tamam. Şənbə günü cümə günü satdığından 27 karipaf çox satdı. Deməli, cümə günü əgər x-dırsa, şənbə günü x üstə gəl 27-dir. O bazar günü cümə günündəkindən 14 karipaf az satdı. Bazar günü isə cümə günündən 14 az satıb. Əgər cənab Lee bu 3 gün ərzində 475 satıbsa, bəs cümə günü neçə karipaf satmışdı? Deməli, x üstə gəl 27 şənbə gününə görə, x cümə gününə görə, x çıxılsın 14-də bazar gününə görə. Və üçü birlikdə neçə eləyiblər? 475 kökə. 3x 1, 2, 3 dənə x var. Üstə gəl 27 ilə 4. X'i 27 ilə 4 yox. Buradakı çıxdı. Çıx 14-dür. 3x üstə gəlsin. 27 çıxılsın 14. 27-dən də 14 çıxanda qalır bizə 13. Bərabər olur neçəyə? 475-ə. 3x üstə gəlsin 13 475 isə deməli 3x bərabərdir nəyə? 475 çıxılsın 13-ə. Bu da bizə verir neçəni? 462-ni. 462-ni də 3-ə bölmək lazımdır. X bərabərdir. 462-ni burada güllü çiçəkli budaqlı bölməklə bölürük. 3-ə. 1 dəfə 3. 16-da 5 dəfə. 12-də də 4 dəfə. Olur neçə? 154. Bizdən də cümə gününü soruşursa elə birbaşa x-i götürəcəyik. Amma burada cümə deyibdi. Birbaşa 154-ü götürəcəyik. Amma məsələn desəydi ki, şənbə günü o zaman 154-ün üstünə 27 gəlmək lazım idi. Desə məsələn bazar günü o zaman 154-dən 14 çıxmaq lazım idi. Tamam mı? Cümə günü 154, şənbə günü 154 ilə 27-ni topladıq 181. Bazar günü isə nədir? 154 çıxılsın 14, yəni 147
yağlı kökə satmış olub. Biz də amma 154 istəyirdik deyə birbaşa cümə gününü götürmüş olduq. Keçək növbəti sualımıza. Deməli 22-nə deyir ki, bəs burada begemotları vurub şirlə ayı. Deməli bax, şirlə ayı birlikdə 51-dirsə, mən bunların yerinə yuxarıda elə 51 yazaram. Deməli, nə ilə 51 toplayanda 100 edibsə, deməli bu nəyə bərabərdir? 49-a. Hansı ədəd göz üzünə vuranda 49 edir? Deməli 7. Deməli biz begemotun 7 olduğunu bildik. Və şirlə ayının da ikisinin birlikdə 51 olduğunu bildik. Bunlar ikisi birlikdə 51-dir. Begemot da 7-dir. Hamısı üçü birlikdə olacaq nə? 58. Sadə suallarda çox vaxt itirmək istəmirəm. Deyən aşağıda göstərdiyi kimi bir torpaq sahəsi var. Xəttlər torpaq sahəsinin kənarında və içində cığırları göstərir. Torpaq sahəsi 5 cığır var. Hər cığırın uzunluğu 56 metrdir. Yuxarıdakı məlumatlar bizə lazım deyil. O bütün cığırlar boyunca ağacları ağaclaşmaq istəyir ki, hər cığırda ağaclar bir-birindən 6 metr aralıqda olsun. O ən çox neçə ağac əkə bilər? Deməli, bir şeyi unutmayaq. 3 dənə ağacdır. 6 metr məsafə ilə aralarındakı məsafə 12 olmağına baxmayaraq, amma 3 ağac yerləşir. Bunu unutmayaq. Yəni, məsələn, biz 56-dır, 56-nı 6-ya bölməliyik, düzdürmü? 56-nı böləndə 9 dəfə yerləşir, qalıqda 2 qalır, doğrudurmu? Amma bu demək deyil ki, bura 9 ağac yerləşəcək. Xeyr, 10 ağac yerləşəcək. Çünki 3 ağacın 2 arası olur. 4 ağacın 3 arası olur. Deməli 9 dənə məsafə varsa, bu 10 ədəd ağac deməkdir ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ağac var və bunların arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə məsafə var. Hərəsi də 6 sm olanda görürsünüz 54 sm-dir. 54 sm olmağına baxmayaraq ora neçə ağac yerləşir? 10 ağac yerləşir. Deməli, burada da 10 ağac olacaq, burada da 10 ağac, burada da 10 ağac, burada da 10 ağac və burada da 10 ağac. Cavabımız olacaq nə? 5 dənə 10 ağac 50. İndi bəzilərinin düşüncəsi ki, müəllim, bəs oradakı qalıqlara da getdi. Axı orada hər dəfə 2 sm, 2 sm qalırdı və bunu 5-ə vurduqda 10 eləyir. Daha doğrusu 2 metr, 2 metr. Düşünə bilərsiniz, doğru eləyirsiniz. Amma unutmayın ki, buradan ağacın biri burada olsa, sonuncu ağac burada bitəcək, düzdürmü? Buradan neçə santimetr, 2 metr qalacaq. Ağacın biri də tutaq ki, məsələn, burada olsa, gələcək buradan da aralıq qalacaq neçə? 2 metr. Ağacın da biri burada olsa, gəlib burada qalacaq neçə? 2 metr. Fikir verirsinizsə, üçü birlikdə baxdığımız zaman ola bilər ki, məsafə olaraq getsin. Məsələn, belə eləyə bilərik. Buradan başlatdım. Gəldim, burada bitdi. Bu cığırda bitdi. Neçə santimetr qaldı? Neçə metr qaldı burada? 2. Bu birisini də buradan tutaq ki, apardım. 2 metrdən bu yana aparsam. Bu cığırlarda 56 metri, 2 buradan qoydum, 4 də buradan aralıq qoysam, bu zaman gör nə olur? 56-dan 4 çıxanda 52 gəldi, çıxdı məsələn bura. Bunu da çəksəm. Məsafə 3-ü birlikdə 6 metr buradan qalacaq və həmçində bir də gəlib buradan qalsa belə, onlar toplamda 10 ola bilər. Amma 2 ağacın arasındakı məsafə baxdığımız zaman buradan bura 4 olacaq. Buradan bura 4 olacaq. Yəni toplamda çox ola bilər. Amma tək-tək baxdığımız zaman o məsafə əsla 6 metr bir dəfəyə olmayacaq deyə biz nə edə bilmirik? Bunu yerinə yetirə bilmirik. Sürüşdürmə ilə də elədiyimiz zaman bu sıxıntı ilə qarşılaşırıq ki, yenə 56 metr məsələsi ilə qarşılaşırıq ki, tam olaraq sizə göstərməli olsam əgər, yaxınlaşdırın bir də, tam yaxından sizə göstərim ki, yəni sizin də içərisinizdə sual işarəsi qalmasın. Deməli, ağacın birini tam olaraq əkdim bax buradan. 54 metr getdim bura. Burada bitdi və 2 metrim qalıb. 2 metr buradan verdim, 4 metr də buradan verdim. Tutaq ki ona. Yerləşdirdim burada. 56-dan çıxdıq həmin ki o 4 metri, 52 metr biz 52 metrimiz var və 52 metri 4 metriyə tamamlamaq üçün zaten mən ya oraya da bura girməliyəm, düzdürmü? Ta ki girdim bura 4 metr. Yəni biz Həsən keçərsən olacaq da 4 metri bura girdim. Aha. Bura girmişəm deyə bu səfər də bu 52 metr qaldı. Bu da məcbur 4 metr buradan girməlidir.
Gəldim bura, bu da 52 metr qaldı. Məcbur buradan 4 metr girmək. Fikir versin. 4 metr 4 metr girir, yenə də eyni şey olur da. Yenə də gələcək 52 metrdə, yenə 4 metr burada qaldı. Yəni bu şəkildədir. Yəni 52 yenə 4 metrin burada qaldı. Və həmin ki 4 metrə topladığımızda yenə fikir versək, 2 2 yenə 4. Aradakı məsafə 6 metrə asla ola bilmir ki, mən 3-cü bir ağac ora. Yəni 51-ci ağac ora yerləşə bilmir. Tamam mı? Arada 6 metr uzunluq olmaq şərti ilə 51-ci ağacı biz ora nə edə bilmirik? Yerləşdirə bilmirik. Aşağıdakı müxtəlif hərflər müxtəlif rəqəmlərdən istifadə edir. 3 rəqəmli sas nəyi ifadə edir? Tamam. Deməli, ilkin növbədə bir şey bilməliyik ki, 2 ədəd toplananda nə olursa olsun yadda qalacaq mümkün miqdar 1 ola bilər. 2 əsla ola bilməz. Ən böyük 2 ədədin cəmi, 2 rəqəmli ədədin ən böyüklərinin cəmi belə 9 9 8 1 yadda, 9 9 8 1 yadda 19 ola bilər. Görürsüz ki, ən başda 1 eləyə bilər. Yəni bu s-in 1 olduğu mənasına gəlir. M ilə A-nı toplayıb təkrar A-nı alıbsa, deməli M 9-a yaxın bir şey olmalıdır ki, yadda qalan 1 onu 10 eləsin və A təkrar aşağıya düşmüş olsun. M avtomatik olaraq 9-dur deməli. A-ların da dəyərlərinə buranın 1 düşdüyünə baxdığımız zaman deməli 2-dirlər. 9 üstəgəlsi 2 edir 11, 1 yazıram. 1 yadda, 9 üstəgəlsi 2, 11, 1 də yadda 12. Gördüyünüz kimi A təkrar alınır. SAS 121 dəyərini vermiş olur. Sonuncu suala baxaq. Fiquri rəqəmlər ilə doldurun ki, rənglənmiş hər kvadrat 1-dən 8-ə qədər rəqəmlərdən ibarət olsun. Bunu aşağı siniflərdə hansısa birində səhv yazmışdım. Səhv eləmişdim. 6-dan 10-a qədər demişdim, onu səhv eləmişdim. 3-cü sinifdə deyirsən. Fiquri ilə rəqəmləri doldurun ki, rənglənmiş hər kvadrat 1-dən 8-ə qədər rəqəmlərdən ibarət olsun. Tamam. Am. Burada hər kvadrat dediyinə görə bu hissəyə diqqət etmək lazımdır. Buradakı məsələ nədir? Bu kvadratların ətrafıdır. Bu kvadratın ətrafı 1-dən 8-ə qədər, bu kvadratın ətrafı 1-dən 8-ə, bu kvadratın ətrafı da 1-dən 8-ə qədər doldurulmalıdır. Yəni, bu kvadrata bütün rəqəmlər toxunmalıdır 8-də daxil. 5-i var, 6-sı var, 2-si var, 3-sü var, 8-i var. Burada nə yoxdur? 4-ü yoxdur, 1-i yoxdur və s. və ilə axır. Buradan gedə bilərik. Məsələn, bunun 3-ü var, 5-i var, 2-si var, 7-si var. Nəyimiz əksiydi məsələn burada? 1-imiz əksiydi, 4-ümüz əksiydi, düzdürmü? Birimiz və 4-ümüz əksiydi. Tutaq ki, mən bura 1-i yazsam. Avtomatik gəlib bura nə edəcəm? 4-ü yazsam. Bunun artıq hamısı var. İndi bunda 5 var, 6 var, 4 var, 2 var, 7 var. Bunda 1-i yoxdur. 3 var, 8 var, 2, 5, 6. Bunda da 1 yoxdur. Necə gəldi yazaq da yuxarıları doldurmağa çalışaq. Məsələn, bura mən nə yaza bilmərəm? Yaza bilməyəcəklərimə baxım. Bura 7 yaza bilmərəm. Zaten yoxdur və sətir sütur məsələsi var bəs orada. Sətir sütur məsələsi yoxdur. Gözəl. Kameramı tutmur ki, yox tutmur. Şey. Baxaq. Bunun özünə. Zaten burada 7 var, qoya bilmirəm. 4, 2, 5, 6. Sualın birbaşa özü ilə getməksən böyük ihtimalle bizi çaşdırar. Fərqli hissələrə baxsaq, bu dəqiqə üçün buranın 1 və 4-ə ehtiyacı var. Nəyə əsasən mən bura 1 yazaram, nəyə əsasən bura 4 yazaram. Bax, o maraqlıdır. Bir də bu hissədə ona toxunmaq lazımdır da. Burada nə eksikdir? Ən az bundadır. 2 var, 3 var, 4 yoxdur, 7 yoxdur. Bura 7 yaza bilmirəm. Zaten burada 7 var deyə bunun ətrafında 7 olmamalıdır. 2, 3, 4 yoxdur, 7 yoxdur, 1 yoxdur. 7 ola bilməz, 1 ola bilər, 4 ola bilər burada. Bu ikisindən 1 ola bilər burada. 1 ola bilər, 4 ola bilərsə, həmçində bunda da həmin o şeyə ehtiyac var da. Yəni də 1 ola bilər, 4 ola bilər məsələsidir. Mən deməli arxayınçılıqla bura 4 yaza bilərəm, bura 1 yaza bilərəm. 1 ilə 4 oldular burada. Ya da 1, 4 yaza bilərəm, fərq yox, çünki ikisinin eyni şeyə ehtiyacı var.
İndi bunun biri varsa neye ehtiyacı var? 4'e ehtiyacı var. Deməli 4 avtomatik ikisinin qovşağında olacaq. Çünki ikisinin də 4'e ehtiyacı var deyə 4'ü buraya yazdım. Burada ikisinin də 1'e ehtiyacı var deyə 1'e yazdım və ya ikisinin də 4'e ehtiyacı var. Sizə eyni şəkildə ikisinə gedə bilərəm. Hər iki formayı göstərəcəm sizə. Sual işarəsi qalmasın sizdə. 4 1 4 bu şəkildə yazdıq. 5 6 2 4 3 2 8. Zaten burada 7'ye ehtiyacı yok idi. Bir de neye ihtiyacı vardı? 1'e ihtiyacı vardı, düzdürmü? 1 ve 7'ye ihtiyacı varsa istediğim yere yeni yazabilirim. Buraya 1 yazarım, buraya 7 yazarım. Hiçbir təsiri olmayacaq. Gəldik bura. Bu tamamlandı. 1 var, 4 var. İndi qoya bilməyəcəklərimizə baxaq. Burada 5 ola bilməz, 1 ola bilməz. Eyni ikisinin də ehtiyac olanlara bu dəqiqə üçün baxsaq, 6-dır, 7-dir, düzdürmü? Burada məsələn hansı ola bilməzsə buraya yazım. 3 ola bilməz. Deməli 3 bunlardan biri olmalıdır. Məsələn yazdım buna 3. Ardından bu nə ola bilməz? Zaten 4'ümüz var. Bir də burada nəyə ehtiyacımız var? 1'e, amma bura 1 yaza bilmirəm. Çünki 1 burada var. Burada 1 yazdımsa fikir versəm məcbur nə olur? 1 2 3 4 5 6 7-dirsə, bura məcbur nə düşəcək bu sıralamaya? Deməli 1 2 3 4 5 6 7 məcbur bura düşəcək 8. 1 3 5 7 8 və bura mən nə yaza bilərəm? Rahatlıqla 2 və 6-nı yaza bilirəm. Yəni hər iki sıralamada tamamlayırıq. Yəni bura 1 yox, 4 ilə 1-in yerini dəyişib belə yazsaydım, yenə gəlib bura əmin olun ki, mütləq şəkildə nə düşəcəkdi? 8 düşəcəkdi. Yəni fikir verin, bura 4 yox, 1 yazacağam indi. Bura 1 yazsam avtomatik olaraq bura 1 düşəcək. Yəni buranın 1 ilə 4'e ehtiyacı var deyə bura avtomatik olaraq 1'i yazacağam. Bura 4'ü yazdım, bura 7'ni yazdım. Zaten ehtiyacı var, fərqi yoxdur harda olduğunun. 1 4 1 yerində. Burada yenə də olmayacaqlara baxdığımız zaman hansılar əksikdir burada? Bizim əksiyimiz var nə? 4 əksiyimiz, 4 burada var, 1 əksiyimiz var. 1 avtomatik olaraq bura ata bilirəm, ora ata bilmirəm. 3 əksiyimiz var, 3'ü də bura ata bilirəm. Yenə gördüyünüz kimi avtomatik olaraq bura 8 düşür. Və 8 düşənlərsə yerdə qalanlar da nələrdir? Buranın ehtiyacı var 2'yə və 6'ya. Yenə bitdi. 1 2 3 4 5 6 7 8 gördüyünüz kimi hər cürə bu suala nə düşür? 8 düşmüş olur. Beləliklə bu sinifi də bitirdik. Belə dostlar, gördüyünüz kimi mən texniki problemlə əlaqədar olaraq ora məcbur bir maraqlı bir şəkil yerləşdirməli oldum və yenə deyirəm, bu digər videoda artıq aradan qaldırıldı, amma bu videoda onu həll edə bilmədim təəssüf olsun ki və məcbur olub yenidən video bitdikdən sonra montaj hissəsində mən bu hissəni əlavə eləməli oldum. Çünki belə deyim, dərs aralarında və sair videoları çəkirəm və ardından montaj vaxtı bunları birləşdirmək məcburiyyətində qalıram ki, montaj zamanı bu problemlərin olduğunu görə bilirəm. Bundan əvvəl görə bilmirəm və hətta deyə bilərəm ki, sizə bununla bağlı bir çox videoda mən sonralıqca səsin düşmədiyini görüb bu videoları dəfələrlə təkrar çəkmişəm, amma burada əsas odur ki, yəni ekran görülür, izah var, səs hər şey qaydasında deyə bunu təkrar çəkmək ehtiyacı duymadığım üçün bu şəkildə paylaşdım sizlərlə. Belə növbəti videolardan xəbərdar olmaq üçün kanalımızı izləməkdə qalın. Növbəti videoda görüşəndək hələlik sağ olun.